Salam dostlar hamıya. Koyma kız. Salam dostlar hamıya. Hər vaxtınız xeyir olsun. Bəs mən bugün başqa bir video yükləyəsiydim. Salam fərqinə vardım ki, bayramdır ki, Novruz bayramıdır. Uşu sabah demək olar. Demək olar yox, axırıncı çərşənbədir. Yəni o birisi gündə bayramdır demək olar. Bütün fikrimi qarışdırıram. Qız mən bilməm nə danışdım valla. Hırıllıyı yüzüme geldi. Abşim dedim ki bıraxaq haboca. Dedim ki qoy bugün bu il ümumiyyətlə heç bir bayrama demək olar hazırlıqlı deyiləm. Amma ürəyim şəkərbura istədi. Paxlava da istədi. Paxlava biraz çətin deyə çox da bəlbeyin olmadım, nə yalan deyim. Amma fikirləşdim ki qoy tez-bazar şəkərbura hazırlayaq. Qoysa Ayda xanım. İndi giririk Ayda xanımı veririk nənəsinə. Bəli. Və giririk kuxniyə. Tatlı şeylər bişirmə. Getdik. Siz də mənə kimi axıra qalmısınızsa tez-bazar geyin, hazırlayın, qaça-qaça. Çatası da sabaha büyüsünəsə su qızı. Bırax o kameranı bıraxsan. Getdik. Gəlin dinən, gəlin. Gəlin, getdik. Canım, keçdiliyə bilərəm o şey. İlk halda olan südü qabına götürürəm. Üzərinə mayanı və şəkər tozunu əlavə edirəm. Yaxşı qarışdırıram və mayanın aktivləşməsi üçün 5-10 dəqiqə gözlədirəm. 5 dəqiqə keçdi, maya aktivləşdiriyordunuz kimi indi bura etdiyim çörəyağı əlavə edirəm. Üzərinə yumurta sındırıram. Vanil, birazcık duz və xaman əlavə edirəm. Yaxşı qarışdırıram. Üzerine un əlavə edirəm. Qarışdırıram. Ələ yapışmayan xəmir yoğururam. Bu şəkildə ələ yapışmayan xəmir yoğurdum. İndi xəmiri biraz uzun formaya gətirirəm. Bərabər hissələrə ayırıram. 35 qramlıq. Ayırdığım xəmirləri kündə halına gətirdim. Qeyd edeyim ki, bu ərzaqlardan məndə 23 ədəd şəkərbura alındı. İndi üzərlərini belə bir dəsmalla örtürəm ki, qurumasınlar və 10 dəqiqə gözlədirəm. Bu müddətdə də içliyi hazırlayacağam. Fındıq götürmüşəm. Fındığı yaxşı xırdalayıram. Blenderiniz varsa blenderlə də keçirə bilərsiniz təbii ki. Üzərinə şəkər tozu əlavə edirəm və yaxşı qarışdırıram. Qeyd edeyim ki, əgər sizdə hil varsa, hil də əlavə edə bilərsiniz. Mən indi baxıram, məndə evdə qalmayıb demiş. Ona görə maalesef əlavə edə bilmirəm. Siz varsa mütləq əlavə edin. Çox qəşəng ətri olur. Çox qəşəng dad qatır, tam qatır. İçlik də hazırdır. Artıq şəkər buranı yığmaq olar. Kündələrdən birini götürürəm. Biraz yayıram. İndi göstərəsiyim nə ölçüdə. Belə əlimin içi ölçüsündə yaydım. Nə çox qalın, nə də çox nazik də öyle gördüyünüz kimi. İki barmağım arasına yerləşdirirəm. Bu şəkildə və içlikdən əlavə edirəm. Haynasa bir yemək qaşığı qədər. Belə yaxşı üstündən bastırıram. Və bu kənar hissələrini birləşdirirəm ehmalca. Belə bu şəkildə bir neçə dəfə dəzgahıma vururam. Və indi barmağımla belə çölə doğru basıram. Daha sonra belə içəri doğru sıxıram. Yenə bu sıxdığım yeri belə basıram. Yenə belə qatdalayıb sıxıram. Yenə basıram. Yenə sıxıram. Bu şəkildə belə davam edirəm.
Gördüğünüz kimi. Biraz yavaş gösterdim diye tadiyeler elim öğrenciden düştü. Bu şekilde. Üstüne bəzək viraq. Düzəldirəm əlimdən. Məndə belə 2 dənədir. Biri daha böyük ölçüldü. 7 dişli, biri də daha balaca 5 dişli. İndi bu 7 dişli ilə eləmək istəyirəm. Belə əlimin içində tuturam düzgün bir formada. Bunu biraz əyri məsələ tuturam. Belə düz formada yoxdur, biraz əyri vurasıya naxışları vuranda bir-birinə çox sıx olacaq şəkildə vurmaq lazımdır və biraz dərindən vurmaq lazımdır ki, pişərkən naxışlar açılmasın. Bu şəkildə vurdum. İndi növbətini buradan başlayıram. Bu ilə, bu birinci vurduğumuzla növbətini birləşdirəcəyəm. Sanki belə bunun ardıymış kimi gələsidir. Bu şəkildə. Belə. İndi yenə davam edirəm. Eyni formada. Burada biraz əlavə eləyək, boş qalmasın. Və hazırdır. Bir dənə burada əlavə eləmək istəyirəm. Biraz boş qalıb bu hissəsində. Və hazırdır. Gördüyünüz kimi yerləşdirirəm. Hələ ki digərlərini də hazırlayayım. Burada bir neçə dənəsini artıq hazırlamışam. Hamısını hazırlayayım. İndi digəri bu balaca ilə də hazırlamaq istəyirəm. Eyni şəkildə, eyni formada, prinsip olaraq eyni gedir. Dediyim kimi biraz dərindən vurmağa çalışın ki, bişəndə açılmasın. Bu da balaca ilə verdiyim bəzək. Məncə ikisi də bir-birinə oxşayır da bu daha 2 dənəli cızıq gedirmiş kimidir. Bunda 3 dənə. Bilmiyorum yani hansı varsa sizdə, hansını bəyənsinizsə o şəkildə hazırlaya bilərsiniz təbii ki. Belə hamısını bu şəkildə hazırlayıram və bir kənara yığıram. Şəkər buralarının hamısını hazırladım və hazırladığım andan etibarən üstü açıq şəkildə durublar. Otaq temperaturunda hardasa bir yarım saat 40 dəqiqə oldu demək olar başdakıları hazırladığım müddət. Yəni siz də hardasa bir yarım saat müddətinə ən azı açıq şəkildə saxlayın ki, bu üstünün bəzəkləri özünü tutsun. Və artıq bişməyə hazırlar, amma bişirmədən öncə belə bir nazik ucluqlu iynə götürürəm və belə bir neçə yerindən deşdəkləri açıram ki, qabarma olmasın bişdiyi vaxtı. Belə kamerada görünənləri eləyim ki, görəsiniz. Bir neçə yerdən belə deşdəkləyirəm. Və sobamı da qoymuşam qızmağa 145 dərəcəyə.
İndi qızsın sobada. Şəkər buraları göndərəsiyim bişməyə. Alt hissəsi yaxşıca qızarana qədər bişirəsiyəm. Mən şəkər buranı çıxartmışam. Bu birincisi yiyir. Özü boydalarını yiyir. Bir də balaca hazırlamışdım. Ayda xanımdan ötürü. Kuşdu. Kuşunu. Sen özü şəkər bulaşam. Bakın bu şəkər burasının yaraşığına da bakın. Göster böyle. Göstermedi ki yiydi tez bazar. Qoy yiyisi səlləğay, dava salacaqdı. Qarından ötürü. Da, iyi de çıkar. Bu da bizim şəkər buramız. Arxa sesi qızardı. Ayda xanım vaxtından tez gəldi deyə qaçdı məyini dəyişdirməyə. 2 dəqiqə ha, 2 dəqiqə ötdü. Ama neyse. Ne oldu? Su istəyirsən Allah. Su. Su. Şübhən. Niye ağlıysan, niye dayansın, çözün de bilmirsən, əkizlər. Az bu ne qarın? Ama pişməyə ağza qoy da haqqı verir. Ha? Bir tane daha bu pişmələrdən hazırlamışam. Ayda xanım diri soxub ağzından oynayır. Ne qarmaqdı o? O ne qarmaqdı? Qarmaqdı, yemaqdı, bayram eləmaqdı. Bayram eləmaqdı. Çıxart. Dişdə ye. Oxumasa bax. Verdi. Bax zəhərlərinə bir. Bir ağıllı canı yiyeyim mən. Burada belə Novruz xonçamı hazırladım. Şəkər buralardan bişirdim, düz yapışmalardan düzdüm. Bura səmən yeridir. Səmənim yoxdur, səməni qoymağa əşyadan düşmüşdüm. İndi görüm bu günə sabaha hardansa tapa bilirəm, yoxsa yox. Yoruldum qəşəng sağlığınıza. Dedim qoy bir dənəsini yiyeyim, yox nətədim. Həqiqətən alınanlar bir başqa, bu evdə hazırlananlar ümumiyyətlə fərqli dad olur, tamamilə demək olar. Yəni mən bayalım həqiqətən. Mütləq siz də hazırlayın. Mənim kimi gecikmiş olsa əgər bu reseptdən çox dadlı olur. Yəni xəmiri və içlik baxımından çox asandır deyərdim. Sadəcə biraz üstün bəzəkləri falan vaxt alır. Amma onda yəni oturaraqdan eləmək olar. Belə siz də hazırlayın. Hazırlayacaq olanların nuş olsun. Burada nuş eləyirəm. Bu videonu burada belə yarımçıq saxlayıram. Pünhanın uşaqların fikirlərini öyrənmədən. Çünki uşaqların dalınca getməliyəm. Saat gec olur. Ona görə də həm də istəyirəm ki, bugün bu videonu yükləmiş olum ki, mənim kimi dediyim kimi gecikənlər varsa və yaxud mənim kimi tənbəllik eləyirsizsə, son momentdə bir dənə bir səbəb lazımdırsa, şəkər bura hazırlamaqdan ötürü qoy bu video sizə vəsilə olsun, nətə deyərlər. Siz də durub hazırlaya biləsiniz. Bu aralar biraz videolar bir-birinə qarışmış şəkildə olasıdır. Amma da nə qaraq ki, həbl oldu uzun müddət paylaşım eləməyəndə elə aləm dəyib bir-birinə. Bilmirsən hansını yüklədim, hansı qaldı. Belə, getdi qayıdıçqa. Paka elə, paka. Hoşlanmadan elə paka elə, paka elə. Oy bala dişə qallat. Gözsüz də, anlayın başa dişi. Muah eləyə Erişən, utanır. Bir dənə də elə. Elə Dida. Oy elədi. Öpür sizi ayda çıxar. Sağ olun. Gələn videolarda görüşənə dək.